Salam uşaqlar, bugün cümlə işləyirik və 11-ci sinifə aid audio mətnlərdə 4-cü mətni işləyək. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir uşaqlar. Gəlin dinləyək, ondan sonra da mən tərcümə edəcəm bu mətni. Азербайджан имеет выгодное геополитическое и географическое положение. С древнейших времен он сохраняет большое значение для мировых экономических и культурных связей. С трех сторон территория страны окружена горами. Горы занимают более половины площади Азербайджана. На севере поднимается Большой Кавказ с самой высокой точкой страны горой Базар-Дюзюр. На юге возвышаются Талышские горы. С востока территорию республики омывает Каспийское море, самое крупное в мире озеро. Из-за величины территории его называют морем. Оно омывает берега 5 государств: Российской Федерации, Казахстана, Туркменистана, Ирана и Азербайджана. Каспий имеет большое значение для Азербайджана. Он смягчает климат, служит важным транспортным узлом, богат нефтью и рыбой. На его берегах построены санатории и курортные комплексы. Крупнейшая река Закавказья – Кура – берет начало в Турции. Она протекает по территории Грузии, затем по Азербайджану и впадает в Каспийское море. Расположенные по берегам реки Куры густые леса привлекают своей красотой и чистым воздухом. В стране есть сотни водопадов и озер. Азербайджан в основном расположен в субтропической зоне. Здесь одновременно можно наблюдать все 4 времени года. Belə uşaqlar, deməli dinlədik. İndi də tərcümə edim, görək söhbət nədən gedir. Deməli, Azərbaycan əlverişli geosiyasi və coğrafi mövqeyə malikdir. Ən qədim zamanlardan o, dünya iqtisadi və mədəni əlaqələr üçün böyük əhəmiyyət kəsb edib. Ölkə ərazisi 3 tərəfdən dağlarla əhatə olunubdur. Dağlar Azərbaycan ərazisinin yarısından çoxunu tutur. Şimalda ölkənin ən hündür zirvəsi Bazardüzü dağı olan Böyük Qafqaz ucalır. Cənubda Talış dağları yüksəlir. Şərqdən Respublika ərazisini dünyanın ən böyük gölü olan Xəzər dənizi yuyur. Ərazisinin böyüklüyünə görə, deməli ona dəniz deyilir. O 5 dövlətin Rusiya Federasiyası, Qazaxstan, Türkmənistan, İran və Azərbaycan sahillərini yuyur. Xəzər, deməli, Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. O, iqlimi yumşaldır, mühüm nəqliyyat qovşağı rolu oynayır, neft və balıqla zəngindir. Onun deməli, sahillərində sanatoriya və kurort kompleksləri tikilib. Cənubi Qafqazın ən böyük çayı olan Kür Türkiyədən başlayır. O, Gürcüstan, sonra isə Azərbaycan ərazisindən axaraq Xəzər dənizinə, deməli, belə deyək də, Xəzər dənizinə tökülür. Kür çayının sahillərində, deməli, yerləşən qalın meşələr öz gözəlliyi ilə, təmiz havası ilə cəlb edir. Ölkədə yüzlərlə şəlalə və göl var. Azərbaycan əsasən subtropik zonada yerləşir. Burada 4 fəslin hamısını, deməli, eyni vaxtda müşahidə etmək mümkündür. Belə uşaqlar, indi keçək bizim suallarımıza. Suallarımız belədir. Deməli, определите основную мысль текста, yəni əsas ideyası, düzdürmü? Əsas ideyası söhbət burada nədən gedir? Gəlin baxaq. Берега 5 стран омывает самое большое в мире озеро. Deyir ki, 5 ölkənin sahilləri dünyanın ən böyük gölü yuyur. Так, дальше.
Talışskие горы находятся на юге Азербайджана. Talış dağlar Azərbaycanın cənubunda yerləşir. У Азербайджана выгодное geopolitiskое и geografическое положение. Deməli, Azərbaycan əlverişli geosiyasi və coğrafi mövqeyə malikdir. Река Кура является самой крупной в Закавказье. Kür çayı Zakavkazya'da en büyük çaydır. Более половины площади нашей страны занимают горы. Ülkemizin arasında yarıdan çoxu dağlar tutur. Və burada əlbəttə ki, söhbət nədən gedir? Əlbəttə ki, Azərbaycanın deməli, geosiyasi və coğrafi mövqeyə malik olduğuna. Так, C variantı burada düzdür. Дальше. Так. 20'de. Укажите неверное утверждение. Неверное утверждение, yani burada mətnə uyğun olmayan. Так. Основная часть территории нашей страны расположена в субтропической зоне. Ülkemizin əsas hissəsi subtropik zonada yerləşir. Düzdür. В Азербайджане все времена года невозможно наблюдать в одно и то же время. Deyir ki, Azərbaycanda bütün fəsilləri eyni vaxtda müşahidə etmək mümkün deyil. Halbuki mümkündür. Deməli, bizdə bu uyğun gəlmir, B variantı. Çünki Azərbaycan izdevna имеет большое значение для мировых экономических связей. Bu düzdür. Yəni, Azərbaycan uzun müddətli qlobal iqtisadi əlaqələr üçün böyük əhəmiyyəli kəsb edir. Düzdür. Sonra Qara Bazar düzü является самой высокой точкой Azərbaycana. Bazar düzü dağı Azərbaycan ən hündür nöqtəsidir. Düzdür. Крупнейшая река Закавказья впадает в Каспийское море. Закavkazya ən böyük çaya Xəzər dənizinə tökülür. Deməli, B variantı bizdə deməli, səhvdir. 21'de. Определите верный ответ на вопрос, что расположено на берегах реки Kuri. Burada belə bir sualdır. Uşaqlar. Deyir ki, Kür çayının sahilində nə yerləşir? Nə yerləşir? Так. Высокие горы, yüksək dağlar, водопады и озера, şəlalələr və göllər, густые леса, sıx meşələr, kurortные kompleksi, kurort kompleksləri və современные sanatoriya, müasir sanatoriya. Biz də bilirik ki, əlbəttə ki, густые леса, sıx meşələr. Так, 22. Дополните предложение словами из текста. Mətndən deməli götürüb və bu cümləni tamamlamalıyıq. Kurortные kompleksi, sanatoriy построены. Deyir ki, kurort kompleksləri, sanatoriyalar tikildi. Harda? Deməli, Xəzər dənizin sahilində deyə biz o şəkildə deməli yazmalıyıq. Tak, gəlin onları da yazaq. Так, 22. Deməli, bu şəkildə yazıq. Kurortные комплексы санаторий построены на берегах Каспийского моря. 23. Напишите ответ на вопрос, почему самое крупное озеро в мире называют морем? Dünyanın ən böyük gölü niyə dəniz adlandırır? Gəlin baxaq. Əlbəttə ki, из-за величины территории, yəni ərazisi böyük olduğuna görə biz ona dəniz deyirik. Ya da yazırsınız ki, из-за величины территории самое крупное в мире озеро называют морем. Bu tam cavabdır, bu da kısa olmuş. Из-за величины территории, yəni iki variantı da düzdür. Напишите одно прилагательное из текста, который характеризует слово воздух. Воздух hava deməkdir və deyir ki, mətndə hansı sifət düz gəlir. Əlbəttə ki, təmiz hava deyə чистый, так, чистый воздух. Чистый воздух. Так. Karandaşla yazım. Yaxşı yazmadım. Так. Чистый. Чистый воздух deyə bax bu şəkildə deməli söz birləşməsini yaza bilərik. Sağ olun, görüşərik uşaqlar.